Hörmətli xanım sədr, hörmətli cənab baş nazir və həmkarlar, hökumət üzvləri, 8 noyabr zəfər günümüzün 5-ci il dönümünü qeyd elədik. Bu zəfər haqq savaşımızın nəticəsi milli kimliyimizin və ədalətin bərpasıdır. Bugün bayrağımızın Qarabağda dalğalanması həm şəhidlərimizin qanı, həm də cənab prezidentimizin uzun illər ərzində düşünülmüş, ardıcıl və strateji şəkildə həyata keçirdiyi siyasətin bəhrəsidir. Hörmətli xanım sədr, keçən iclasda Kəlbəcərli şəhid Ülfət Kərimovla bağlı bölgə əhalisinin istəyini səsləndirmişdim. Təəssüflər olsun ki, məsələ ilə əlaqədar müvafiq addımlar atılsa da, konkret olaraq nəticə əldə edilmədi. Kəlbəcər cəmaatı şəxsi məsələlərdən çox dövlət maraqlarına, ümumilli xarakter daşıyan mövzulara toxunaraq daha çox müraciətlər ünvanlayırlar. Bir neçə məsələyə icazənizlə toxunmaq istəyirəm. Birinci məsələ Kəlbəcər sakini Zərnişan Camalova işğal dövründə əsir düşməmək üçün özünü Qamışlı ərazisində körpüdən ataraq şəhid olmuşdur. Bununla bağlı hələ 90-cı illərdə Heydər Əliyev Kəlbəcər əhalisi ilə görüşəndə torpaqlarımız azad edildikdən sonra həmən ərazidə Zərnişan xanımın xatirəsinə abidə ucadılmasını təmin ediləcəyini vurğulamışdı. Bu istəyin reallaşdırılması cəmaatımız üçün böyük mənəvi əhəmiyyət daşıyır. İkinci məsələ, tank komandiri şəhid Natiq Məlikovun milli qəhrəman adının verilməsi barədə müraciətlərin çoxluğudur. Natiq Məlikov son döyüşü Kəlbəcərdə Bağlıbəy istiqamətində olmuşdur. Bu qəhrəmanlıq çox böyük qəhrəmanlıq nümayiş etdirmişdir. Bu məsələnin müvafiq qurumlarda yenidən nəzərdən keçirilməsi xahiş olunur. Üçüncü məsələ, xahiş xarakteri daşımır, daha çox müzakirəyə ehtiyacı olan bir məsələdir. Bilirsiniz ki, digər rayonlarda portal məsələsində müəyyən qədər aktivlik var, amma təəssüflər olsun ki, Kəlbəcər rayonuna bu tətbiq olunmuyub. Əlbəttə, minalanmış ərazilərin mövcudluğu nəzərə alınmalıdır, lakin eyni zamanda yaşlı nəslin sağlamlıq problemi olan insanların öz yurt yuvalarını görmək istəkləri də arzu olunandır. Bu məsələ də balanslı şəkildə həll olunmalıdır. Hörmətli xanım sədr, hörmətli cənab baş nazir, hökumət üzvləri, həmkarlar, 2026-cı il üçün təqdim olunmuş dövlət büdcəsi layihəsi reallıqlarımıza uyğun şəkildə formalaşdırılıb, büdcədə müdafiə və təhlükəsizlik xərcləri ilə yanaşı, işğaldan azad olunmuş ərazilərin bərpası və Kəlbəcər də daxil olmaqla regionların sürətli inkişafı üçün nəzərdə tutulan xərclərin olması təqdirə layiqdir. Bu baxımdan 2026-cı il büdcəsinin, dövlət büdcəsinin strateji inkişaf prioritetləri ilə üst-üstə düşdüyünü, ölkəmizin iqtisadi dayanıqlığının möhkəmləndirilməsinə xidmət etdiyini qeyd edərək büdcə layihəsini dəstəkləyəcəyimi bildirirəm. Hörmətli baş nazir Əli müəllim, hörmətli hökumət üzvlərinə gələcək fəaliyyətlərində uğurlar arzu edirəm. Diqqətiniz üçün təşəkkür edirəm.